Salam dostlar. Bugünkü müsafirətimiz Tokyo şəhərindən Japonun paytaxtı olaraq gedirik. Bir dənə dağ var, Fuji mantı deyirlər. Dağın adı Fuji. Gedirik ora və oradan filmləri çəkəcəyik. Sizlər əzizlərlə şeir edəm. Şimdi Qatardayıq. Orada bir saatlik yolumuz var. Dostlar, burada qatarı əvəzləməyə zorundayıq. Bu qatarla gedəcəyik. Bilmirəm nə qədər yolumuz çəkər. Qatarı feylən müntəzirik. O birisi platforma gələnlə gedəcəyik. Bura xəttin əvvəlidir. Biz gedəcəyik o dağlara tərəf qatarına. Görək necə olur. Əlbəttə gördüyünüz dağ dəyəri, çoxlu yol gediləcək. Qatarımız gəlir. Bəli, yetişdi. Nə bəzəkli də qatardır. Bax bura. Gözəl. Qatarda düzüsü 6 taxtadır. Çox təmiz, acayip. 富士急行線川口湖駅です。この電車は富士急行線川口湖行きです。This is the Fuji Kyuko Line train for. Bəli dostlar, bura Fujimant Station'dir. Buradan indi dövrəbəri dolanaq, görək nələrə görə bilirik. Və siz əziz dostlarına şeir edəm. Bu yəni Fujimant'ın havlusu burada. Bu dövrəbərdir. Vəli üstlərə gedib çıxmaq ki, bizim işimiz deyil. Bu cəhəz vəsail və safsurlu saatmədən istəyir. Şəhrin dövrəbərində azdan çoxdan dolanıq. Bu da Fujimant şəhrinin fire stationu, ateş nişanları. Gözəl meyvələr, gözəl meyvələr. Burada Fujimant şəhrinin bir uşaq oynamalı bir entertainment yeridir. Şəhribazı. Belə deyək, şəhribazısıdır. Çox bu sever gedir, çox sürətlə belə. Oh. Yəni bu ayrı bir şəhrdəki şəhribazlara bənzəməz. Yəni bu şəhrin demək olar nə bilim 4-dən 1 dəyərin üstündə fırlanır bu. Çox uzun yoldur. Çox uzun yoldur. Baxa bilərsiniz burada. Hələ axirəcən ki görsədəmirəm mürbündə. Çox uzun yol. Fövqəladə də sürətlə. Burası da Fuji Tower'dır. Dostlar, bura gördüğünüz kimi Fujimant'dır, dağ, Fuji dağıdır. Bura çox ucadır. Bura gedənlər deyirlər ki, bu günlər ora mehalutdur. Ona xatir gedənməyiblər.
Və orada getməyə mücəhəz dediyim kimi libas Mərvə sahil istir də belə. Cürunla olmaz. Burada da iski gedənlərin dağa cəngələ tərəflərində da iski gedirlər. Burada oteldir, restorandır. Burada muzasıdır, şampiyonlar. Burası dağın ətəkləridir. Burada da bir şəxsi görmürəm. Amma o tərəfdə bir rüdxana görsənir elə bir. Və maşınzat görsənir. Oradan bir itilat almaq olar. Şimdi bura hara gedir çıxır. Həristən bir atsana gedəm qabaqlıq. O dağı bəyə gözəl bir götürə biləm. Çox az. O iski məntəqəsidir ki, haləti məsnu da demək olar bir tədad Mərvə sahillər, bu gördüyünüz ağlar, bunların üstünə indi bərq vəslə ilə ki, bunları dondurur. Necə ki olur buz, bunun üstündə iski gedirlər. Bura o məntəqədir və buralarda da millət qədəm vurur, dolanır və tamaşa edir. Tərəfdəki cəngəldir, dövrəbərinə simxarda kimi bir şeylər çəkiblər. Verudi qeyri-mümkündür. Ola bilər ki, bəzi heyvanat olmuş ola. Onun üçün icazə vermirlər. Elə ki, görürəm. Dostlar, bu cəngəldə məndən sonra bir adam görsənmir burada. Mənim maşın yolu var da, beləxər indi burada bir kətlər var. Hətmən bir ev-eşiklər var. Bir şeylər var. Hələ burada heç bir şəxs görsənmir. Buracan görmədik. Az da gedək, görək nə çıxır qabağa, qeydək. Burası da bizlər Alasıxyar deyərik, fikir edirəm. Eləsi bir yerdir, cəngəlliyin vəsətində bir evləri zadı kontinerdir. Bunları kirayə verirlər. Bunlar da qalırlar. Gecələri istirahətlıq edirlər. Burada dəftəridir. Burası da cəngəl. Bəllidir ki, necə su gəlirmiş ha. Gələndə bura sel kimi su gələ bilər. Yeri yalamaqdan bəllidir. Görünə ye. O qədər su gəlib ki, bura yavaş-yavaş dərə olub, demək olar, değişib dağılmaz yerlərin. Dostlar, dağa bugün heç kəs gedəməyib deyirlər. Çünki dumanlıqdır, dağın baş tərəfi də görsənmir gördüyünüz kimi. Biz də az yoldan sonra maşınla gedəndən sonra getdik, gəldik üçün çox uzaqdır. Ora bir ayrı bir gün gərək gedəsən. Yəni bir gün tamam ora gərək vaxt qoyasan və üstə getməyinə neçə günlər. Bu qədər mən film çəkə bildim buradan, bundan artıq olmadı. Burada şəhərin mərkəzidir. Bu Fuji şəhərinin gözəl mənzərəli. Mədrəsədən çıxıb gəlirlər. Zayto. Bir balaca station'ın qabağında park.